Doymazlar ki. Hayatım nihayet uyandın. Ne oldu mənə? Ürəyim sən avariya düşmüşdün. 4 ildir ki komada yatırdın. Nihayet uyandın. Çıxmaq istəyirəm buradan. Həkim gəlsin çıxarıq. İndi Ürəyim oyanmısan sən oğlum. komada olanda çox şey dəyişib. Otur maşına hamısını danışacağam indi sənə. Bu sənin maşınındır. Hə, Lincoln 09. Eşitdim 6000 endirmə düşüb tez gedib aldım. Sən necə sürürsən hep maşını? Necə sürürəm deyəndə ki, şarjla da sürürəm, benzinlə də Onu sürürəm. demirəm, səndə bu qədər pul hardandır? Biz bir yerdə olanda həmişə ağlayırdın ki, pulum yoxdur. Ürəyim sən komaya düşdün, bütün işlərim düzəldi. Restoranlara getmədim, kinoya getmədim, orada burada oturmadım, pul yığmağa başladım. Sonra da maşın aldım, ev aldım. İndi 1-2 dənə də məsələ var. Onlara həll eləyim, villa da alacağam. Okey, onda gedək restorana. Ay Restoran. zibil. Ürəyim sən 1-2 il yat, mən o bir işlərimi həll eləyim, gələcəm. Kakras o vaxtda villa da hazır olacaq. Çox məntiqlidir vallahi da yəni ki. Xəstə qadın çıxar ki bu restorana getməklədir. Ha bu qadınların bu restoran sevgisi həqiqətən nəzməyə çatmır da sən öl deyirəm. Mən həqiqətən yəni məcbur olmaqsa restorana falan getmərəm. Pulumuz olmadığından mı yoxsa başqa səbəbdən mi?